Psixoloji baxımdan anadan qopmaq kişilər üçün qadınlara nisbətən daha çətindir. İnkişafda olan qıza qadın olmaq üçün anasından radikal şəkildə qopmağa ehtiyac yoxdur. Ana ilə bağı fasiləsiz davam edən qızlar qadın kimi identifikasiya olur. Oğlan isə kişi olmaq üçün anadan qopmuş hər şeydən imtina etməlidir. Bu separasiya sağlam psixoloji şəkildə baş vermədikdə, məcburi şəkildə olduqda qarşı cinsi dəyərsizləşdirmə nəticəsində formalaşır. Mən qadından asılı deyiləm, çünki mən ondan üstünəm. Mənim qadına ehtiyacım yoxdur, çünki ehtiyac zəifliyin göstəricisidir. Belə ki, kişinin identifikasiya prosesi qadını inkar etməklə tamamlanır. Uşaq vaxtından oğlana qız kimi ağlama, qız kimi qorxaq olma ifadələri işlətmək, oğlan uşaqlarını ana ilə olan bağını qırmaq məcburiyyətində qoyur. Bu sərt kişi modelinin formalaşması onda müstəqillik, sərhədlər və ayrılıq hissi yarada bilər. Nəticə etibarilə qızlar davamlı əlaqə içində olmağa, oğlanlar isə ayrı və müstəqil olmağa meyilli olurlar. Onu dünyaya gətirən anaya oxşamağın verdiyi narahatlıq zamanla digər qadınlara da şamil olunur. Buna görə də sevilmək istəyən kişilər sevməkdən qaçır, tərk edilməkdən qorxan kişilər isə ilk tərk edən olur. Asılı olmağı zəiflik kimi görən kişilər bir vaxt dünyaya gəlmək, həyatda qala bilmək üçün qadından asılı olduğunu unutmaq məcburiyyətində qalaraq böyüyən oğlan uşaqlarıdır.